Değerli tələbələr, növbəti belə bir tərəzi sualının izahına birlikdə baxaq. Deməli, məndən nəyi soruşur? İlk öncə nəyə baxıram? Əgər hər iki tərəfdə də eyni şeylər vardırsa, tutaq ki, burada B vardırsa, ixtisar gedirik, düzdür. Olmadıqda isə məndən nəyi soruşduğuna baxıram. Z və B, düzdürmü? Z, B-yi necə alaram? Bunları qarşı-qarşıya toplasam, demək ki, alaram da, düzdür, eyni yerə gələr. Onda ise 2z'in yanına 5 tane B gəlir. 3, 4. Bir de buradan yazaq. Bir Z də gəlir bura. Deməli, bu 4 tane Z. Z yox, bağışlayın, B. Bu B'lərlə ixtisar gedir. Bu Z də. Bura gələn Z ilə ixtisar gedir. Qaldı elə burada Z və B bu hissədə. Bəs digər tərəfdə nə qalıb? 2z, C, C. 2C, 1, 2. Yəni D variantımızı almış olarıq.